Bugündən etibarən Bakı şəhəri Xətai rayonu Babək prospektindən Xəqani Rüstəmov küçəsinə dək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Daha ətraflı birbaşa bağlantı olan əməkdaşımız Lalə Allahverdiyeva məlumat verəcək. Lalə, buyurun, eşidirik sizi. Hər vaxtınız xeyir. Bugündən etibarən Babək prospektindən Xəqani Rüstəmov küçəsinə dək olan hissədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Çünki hazırda burada təmir işləri həyata keçirilir. Hərəkətin məhdudlaşdırılması ilə işlər yekunlaşana dək davam eləyəcək. Kadrları da elə operatorum Qəhrəman Məmmədov sizinlə göstərəcək. Alternativ olaraq bildirilib ki, sürücülər Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər. Hələlik bizim sizə çatdıracaqlarımız bu qədər idi. Buyurun, söz yenidən sizdədir. Əməkdaşımız Lalə bizə hərəkət məhdudiyyəti təşkil edilən, daha doğrusu təyin edilən prospekt barədə son məlumatları çatdırdı.